Salamlayıram hər kəsi. Həm reklam, həm də məlumat xarakterli belə bir video izah çəkirəm. Deməli, bu ilki 10-cu və 11-ci sinif şagirdləri. Siz inşallah qəbul imtahanı verən zaman köhnə dərsliklər, yəni 7-ci, 8-ci, 9-cu, 10-cu və 11-ci sinif üzrə, yəni hazırlanmış orta məktəb dərslikləri üzrə bu kitablardan salınan suallardan imtahan verəcəksiniz. Yəni siz imtahanda ancaq və ancaq bu dərsliklər əsasında tərtib olunmuş suallarla tanış olacaqsınız. Lakin bu ildən 7, 8, 9-cu sinif şagirdləri artıq yeni proqramla, yeni dərsliklər əsasında mövzuları öyrəndikləri üçün onlarda imtahan sualları İnşallah gələcəkdə onlar bu ilki 9-lar, məsələn, artıq 11-ci sinif olduqda və yaxud da bu ilki 8-lər, 7-lər 11-ci sinif olduqda bu yeni dərsliklər əsasında tərtib olunmuş suallardan imtahan verəcəklər. Yəni, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanlarında ancaq orta məktəb dərsliklərinə uyğun suallar salınır. Yəni, orta məktəbdə keçirilən proqrama tam şəkildə uyğundur o suallar. Yəni, nə demək istəyirəm? Bu ilki 9-cu sinif şagirdləri hazırlığa başlayarkən qəti şəkildə köhnə, yəni 10-cu və 11-ci siniflərlə hazırlığa qoşulmayın. Yəni, onların proqramı ilə sizin proqram tamamilə fərqlidir. Mənə bugün 1-2 nəfər 9-cu sinif şagird yazıb, mən onlara da məlumat verdim. Baxıram, çoxu başa düşmür. Köhnə dərsi, yeni dərsi, proqram dəyişikliyi nə deməkdir? Lakin uzun sözün qısaca başa salmaq istəyirəm ki, bu 2, 7, 8, 9-lar əgər hazırlaşırsınızsa, indi 7-lər demirəm, 7-lər hələ kimyanı təzə keçəcək, 8-lər də demirəm, amma 9-lar, xüsusilə 9-lar. Əgər qrup üzrə hazırlaşırsınızsa, artıq sırf yeni dərsliklər əsasında hazırlaşın, məlumatları buradan öyrənin. Ümid edirəm, nə demək istədiyim aydın oldu. Reklama gəldikdə isə, bu ilki 10 və 11-ci sinif şagirdləri üçün artıq avqust ayının 4-dən ibarətən bir həftəlik ödənişsiz dərslərimiz olacaq. Bu dərslərdə sizi nələr gözləyir? Yoldaşlar, bütün, yəni dərslər keçdikcə bütün materiallarla təmin olunacaqsınız. Məsələn, ümumi kimyaya aid ilk anlayışlar, maddə miqdarı, dövrü sistem, dövrü qanunu, oksigen əsas turşu düz, rabitə, təsnifat, oksidaşma, edukasiya reaksiyalar, sürət, tarazlıq və ümumi son, yəni məhlul, dissosiasiya falan. Bütün bölmələrin PDF-ləri ilə, o cümlədən qısa, məsələn, qaydalar var, tərkib və minerallar PDF, reaksiya qeydləri olan PDF, məsələn, birini göstərim. Yəni, bölmələri keçdikcə, mövzular keçdikcə həm geniş PDF-lər, həm də qısa PDF-ləri sizə göndərəcəm. Məsələn, nitratın xassəsi əks olunan bir reaksiya qeydlərində, məsələn, adi şəraitdə getməyən, aşağıdakı reaksiyalar getmir, sonra, məsələn, belə fərqliliklər, yəni adi şəraitdə gedən reaksiyalar, o cümlədən, məsələn, duz əsas, duz qaydaları və s. Siz hər bir şeylə təmin olunacaqsınız. O cümlədən, məsələn, qeyri-üzvü kimya PDF-ləri, hər biri burada var. O cümlədən üzvü kimya aid maşallah PDF-lərimiz çoxdur. Yəni, hər bir, bütün dərs materialları ilə yoldaşlar təmin olunacaqsınız. Sonra, bu ilki 9-cu siniflər, yəni yeni proqramla gələn siniflər, bilmirəm onu hara əlavə eləmişəm. Səhv eləmirəmsə, burada olmalıdır. Bir dənə baxaq. Artıq həmin uşaqlar yeni dərsliklər əsasında, məsələn, birini göstərim, açılsın. Məsələn, yeni dərsliklər əsasında hazırlanmış materiallarla təmin olunacaqsınız. Yəni, siz artıq bu materiallar əsasında qəbul verəcəyiniz üçün sırf yeni dərsliklərə uyğun imtahana hazırlaşmalısınız. Qəti şəkildə 10 və 11-lərlə hazırlığa qoşulmayın. Və yeni dərsliklər əsasında bəzi əlavələrimiz də var. Yəni, mənim hazırladığım bu konspektlərdə sizin üçün yoxdur. Bütün material var. Bəzi yerlərdə hətta video linklər də əlavə eləmişəm ki, məsələn, daha aydın görək. Sonra, bütün materiallarla təmin olunacaqsınız. Kitabdan bəzi məlumatlar var, bəzi öz əlavələrim var. Belə yoldaşlar, bu da bizim reklamımız. Hazırlığa qoşulmaq üçün Kimya İlqar Hüseynov Instagram hesabı ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin əvvəlki nəticələri də orada görəcəksiniz. Belə, məsələn, bütün geniş, aydın izahı ilə hər bir şey bizim bu materiallarda öz əksini tapıb. Məsələn, bu sırf 7-ci sinif, indi 8 və 9-un üzərində işləyirəm. Yəni, belə, biraz axırlara gəlim. Məsələn, nələr var burada?
Məsələn, oksid əsas turşu duz bölməsinə aid, pH. İndi burada turşuların əsaslardır. Yəni hər bir şey burada öz əksini tapıb. Hətta bəzi video linklər də var, özüm əlavə yerləşdirmişəm ki, mövzunu daha dərindən başa düşmək məqsədi ilə. Məsələ izahları əlavə eləmişəm. Bir sözlə, həm siz oxuyacaqsınız, həm mən nə desəm onu eləyəcəksiniz, imtahana tam şəkildə hazır olacaqsınız. Belə yoldaşlar, nəsə sualınız olsa, Instagram üzərindən və yaxud da bu videonun yorum hissəsində yaza bilərsiniz.